Salam dəyərli yoldaşlar, xoş gördük hər birinizi. Mən Fariz müəllim Maxmudzadə. Bu gün sizlərlə MHM-in test bankından ənənəmizin davamı olaraq söz yaradıcılığı bölməsinin izahına baxıram. Qeyd edək ki, test ən son nəşrdir. Baxaq. Verilən fikirlərin hansı doğrudur? Leksik yolla söz yaradıcılığında sözə leksik şəkilçi qoşmaq lazımdır. Leksik yolla söz yaradıcılığında söhbət amonimlərdən gedir və bunun üçün sözə leksik şəkilçi qoşmağın önəmi yoxdur. Onun üçün yanlışdır. Başlanğıc forması köklə eyni ola bilməz, ola bilər. Məsələn, tutaq ki, kitablar yazsaq, kökü də kitabdır, başlanğıc forması da kitabdır. Başlanğıc forması kökü eyni ola bilməz fikri yanlışdır. Bunu çıxırıq. Sonra eyni köklü sözlər formaca dəyişə bilər. Formaca dəyişmək deyəndə qrammatik şəkilçi qəbul etmək nəzərdə tutulur. Eyni köklü sözlər qrammatik şəkilçi artıra bilər. Öncə cavab C-dir. Qeyri-adi mürəkkəb sözünün tərəflərindən biri ayrılıqda işlənilməyən sözdür. Hər ikisi məna verir. Yanlışdır. Əkinçi sözü feildən düzələn əkin, çilik. Nədən düzəlir deyə sonuncunu silirik. Əkinçi isindən düzəlib. Feildən düzələn fikri yanlışdır. Hansı fikir doğrudur? Deməli, leksik şəkilçi qoşulan bütün sözlər düzəltmədir. Mürəkkəb sözə qoşulsa, o zaman söz yenə mürəkkəb olaraq qalacaq. Yanlışdır. Qrammatik şəkilçilər cümlələri bir-birinə bağlamağa xidmət edir. Qrammatik şəkilçi cümlələrə bağlamır. Sadəcə cümlələr arasında əlaqə yarada bilər, yəni sözləri bağlaya bilər. Şəkilçilərin nə leksik, nə də qrammatik mənası var. Şəkilçilərin qrammatik mənası var, leksik mənası yoxdur. Burada B-yə baxaq. Qrammatik şəkilçilər cümlələri bir-birinə bağlamağa xidmət edir. Səhvdir. Sadəcə qrammatik şəkilçilər əlaqələndirməyə xidmət edir. Təkrar deyim bunu. Sonra eyni köklü sözün kökü yarandığı söz bir-birindən fərqlənə bilər. Bəli, ola bilər ki, eyni köklü sözün kökü və yarandığı söz bir-birindən fərqlənə bilsin. Məsələn, düzgünlük sözünü yazaq bura. Bu məsələn düzülmək sözünün eyni köklüdür. Düzül. İndi bu sözə baxaq. Bunun kökü düz feilidir. Düzgün sifətini yaramış. Düzgünlük ismidir. Yaxşı. O görə D cavabımız olur. Kök leksik qrammatik sxemi sadə mürəkkəb sözlərə aid edilə bilər. Sadə. Burada leksik varsa sadə ola bilməz. Eyni zamanda mürəkkəb sözün bir tərəfi belə ola bilər və yaxud da ikinci tərəfi ola bilər. Mürəkkəb sözü müəyyənləşdirin. Pərvər şəkilçidir. Sonra nə var burada? Şəhərdə olmaq, yaşamaq mənasını verir deyə burada müstəqildir. Daha sonra açıq sarı mürəkkəb cavabımız da anti şəkilçidir. Eyni köklü sözlər cərgəsini müəyyənləşdirin. Baxaq. Dik, dikəl, diksin. Artıq bu müxtəlif sözlərdir. Səp, səpki, səp, səpil. Səpərkən sadədə çıxırsınız. Bir, birinci, bir, birgə, bir. Bu görürsünüz, birlik sözü bir, il. Bu mürəkkəb sözdür, görürsünüz. Bunu çıxın. Gül, gülünc, gül, gülüş. Gülənlər sadədir, bunu çıxın. Mən, mənimsəmək, mən, mənlik, mən, mənsiz. Hamısının kökü mən əvəzlidir. Cavab variantıdır. Sadə sözlər cərgəsini müəyyənləşdirin. Sadə deyir, düzdür. Dağılışmaq düzəltmədir. Miskər düzəltmədir. Dinlə, dinlət düzəltmədir. Oyuncaq düzəltmə cavabları D variantı. Sırağa gün, inişil, dinləmək. Dinlə sözü sadədir, yaxşı yadda saxlayın. Hansı cümlədə bitişdirici samit özünə aid olmayan funksiyada işlənib? Bitişdirici samit iki saitin arasında işlənməlidir. Yəni saitlə bitən sözə saitlə başlayan şəkilçi artıranda işlənməlidir. B variantına baxsanız, ondan, o əvəzliyinə dan şəkilçisini artırıb, saitlə samit arasında bitişdirici olmur. Bitişdirici saitlə sait arasında olur. Amma burada istisna olaraq bitişdirici saitlə samit arasında olur. Ona görə cavab B-dir. Qalaqlanmışdır. Qalaq,
qalaqla, qalaqlanmışdır. 3-ün 2-yə leksik, 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 qrammatik, qrammatik C variantı. Qalamaq üst-üstə yığmaq mənasındadır. Qalayırıq, üst-üstə yığırıq, olur qalaq. Təzən deyirəm, kitablara qalaqla deyən üst-üstə yığdı. Qalaqlan, bu semantik bağlılığı var. Növbəti sual. Yumşadılacaq və düzəldilmişdir sözlərin tərkibinə görə Venn diaqramında doğru fikri bizdən soruşur. Yumşal, yumşalt, acaq, düz, düzəl, düzəlt, düzəldilmişdir. Aha, 3 leksik şəkilçi işlənmişdir. Baxırıq ki, 3 leksik şəkilçi birinci sözə işlənməyib, ona görə bir yanlışdır. Kökü yarandığı nəticəsi eynidir. Yumşal kökü feildir. Yarandığı nəticəsində bunu silirsiniz, yumşaltmaq feili eynidir. Amma düzəldilmişdi də sözün kökü düz sifətidir, çünki aləl adlardan yaradır. Düzəlt feilini yaradır. Ona görə 2 yalnız birinci sözə aid doğrudur. Kökü feil olan feildən düzələn feildir. Nağdı görürsünüz ki, düz sözünün kökü sifətdir. Ona görə 3 ortada ola bilməz çıxırsınız. Fonetik dəyişəyə məruz qalan şəkildə işlənmişdir. Düzəldilmişdir. D-ın r-sı düşəcək. Yumşaldılacaq, q olacaq x. Fonetik dəyişiklik olub. 3 leksik, 3 qrammatik. Bunu 2 qrammatik, 3 qrammatik deyil, bunu çıxırıq. Kökü yarandığı nəticəsi fərqlidir. Kökü sifətli, yarandığı nəticəsi feildir. Ona görə 6 düzdür. 8-ci cavabı 2, 4, 6, yəni A variantı olur. Tərkibində 3 leksik şəkilçi olan nümunəni müəyyənləşdirin. 3 leksik soruşur, düzdür. Qorx, qorxu, qorxulu. Dön, döngə, dəkilər. Az, azal, azalt, ırdıq. Əl, ələ, ələk, in, dək. 3 dənə leksik elə D variantında oldu. Na, kişi sözün kökü, liklə nadan ön şəkilçi, buradan 2 dənədir. Cədvələsin uyğunluğu bizdən soruşur. Yoxuş və yoxsul sözləri eyni köklüdür. Yoldaşlar, yoxuş sözü sadədir. Sadə sözə eyni köklülüyü əmələ gətirənməz. Eyni köklü sözləri formada dəyişə bilər. Bəli, qrammatik qəbul edə bilər, amma bura yanlış yazılıb, ona görə çıxın. Boyaq və boyalı sözləri eyni köklü deyil. Aha, boyaq və boyalı eyni köklü. Baxın, boyaq, q feildən yaradır. Boya, boyalı, bu adlardan yaradır. Ona görə birin kökü feildir, birin kökü boya ismi də eyni köklü deyil, fikri doğrudur. Nədən düzəlməsinin kök müəyyən edir? Yox, nədən düzəlməsinin son leksiki pozuruq, o müəyyənləşdirir. Ona görə bu da yanlışdır. Sadə sözlər qrammatik şəkilçi ola bilər, bəli ola bilər, amma qabağına yanlış yazıb. Ona görə onun cavabı C olur. Vurğusu üçüncü cəzə olaraq qaçırdıq. Vurğu əgər qaçırdıq bura düşürsə, qaç. Belə deyim də sizə, siz bu bilirsiniz ki, deməli, zaman olub olmadığın vurğuya görə müəyyənləşdirə bilərsiniz. Məsələn, burada ı-nın üstə vurğu düşsəydi, ır olacaqdı zaman, amma ı-nın üzərinə vurğu düşmür. D-nın üzərinə vurğu düşürsə, o zaman qaç sözün kökü ır olur leksik, d olur zaman, q olur şəxs sonluğu. Yaxşı, 2 leksik yoxdur. Leksik şəkilçi işlənməyib, xeyr var. 1 leksik, 1 qrammatik deyil, 2 qrammatikdir. Başlanğıc olması qaçırdı. Yox, başlanğıc olması qaçırdı bu formada. 1 leksik, 2 qrammatik var. 1 leksik, 2 qrammatik var. Ona görə E olur cavabı. 12. Hansı sözlərin tərkibində 1 leksik şəkilçi var? Qarşı, qarşıla, qarşılaş 2 dənədir. Yol, yoluq 1 dənədir. Qucaqla, qucaqlaş 2 dənədir. Soyuqla, soyuq, soyuqla 2 dənədir. Rast, rastlaş 1 dənədir. 2 ilə 5-də 1 dənədir. Ona görə 12-nin də cavabı olur. Yaxınlıqlı sözlərin birləşməsinə əməcədən mürəkkəb sözləri müəyyənləşdirin. Dümür sözü yoxdur. Bu bir tərəfi məna verməyən sözdür. Yer sözü yoxdur. Daha sonra yaxşına yamına əks mənalıdır. Dərəyən təpə əks mənalıdır. Cavabları C variantı. 14. Gecikdirməlik. Gec sifətindən gecik feili, gecikdir feili, m inkar, ər zaman, iç şəxs sonluğu. 2-nin 3-ə, 2-nin 3-ə, 1, 2, 1, 2, 3, E variantı. 14 olur, E variantı. Yoluxdurulmuş. Yadınıza salın, xəstəlik hər hansısa bir yolla yoluxur. Hava yolu ilə, təmas yolu ilə. Ona görə yoluxmaq sözü xəstəliyin yoluxması mənasında düzəltmədir. Bir də belə bir şey deyim sizə. Yoluxmaq sözü həm də amonimdir. Yoluxmaq baş çəkmək mənası var. Biz xəstəni yoluxduq, yəni xəstəyə baş çəkdik. Baş çəkmək mənası yoluxmaq sadədir. Xəstəlik yoluxmaq mənası yoluxmaq düzəltmədir. Və belə çıxır ki, yoluxmaq sözü həm də amonimdir.
İndi burada xəstəliyin yoluxması deyə yol, yoluq, yoluqdur, yoluxdurulmuş. 3-ün 1-ə, yəni A variantı. 16-ya baxaq. Sıx feilinə hansı şəkilçələr qoşulur? Bax yoldaşlar. Sıxıl, sıxlaş, sıxlıq, sıxış, sıxıntı. Hamısını artıra bilirsiniz. Amma sıx feilinə deyil. Məsələn, laş 2 variantlı deyə bu adlardan yaradır. Deməli, sən sıxlaş desən, sıx burada sifət olur. Bunu çıx, düzdür? Daha sonra sıxıl deyə bilərsən, ıl 4 variantlı feili artırır, ış 4 variantlı feili artırır. Sıxlıq desən, sıxlıq desən, baxaq görək alınır mı burada sıxlıq deyəndə? Sıx feilinə hansı şəkilçələr qoşulsa, eyni qrammatik məna. Qrammatik məna deyəndə nitq hissəsini nəzərdə tutur, düzdür? Sıxılla sıxlaş feildir. Bəs sıxlıq artırsaq artıq isim olur. Qrammatik mənası müxtəlif olur, eyni olmur. Onun bu testin cavabı nə olacaq elə? 1 ilə 4-ü götürürük, yalnız 1, 4 D variantı. Deməli, 2 məqama diqqət yetirməlisiniz. 1, feildən feil düzəldən şəkilçini seçməlisiniz. 2, burada ılla ışı götürdük. Laş adlardan yaradır. Yerdə qaldı. Bu 2 şəkilçini niyə götürmürük? Eyni qrammatik məna, yəni eyni nitq hissəsi deyir. Ona görə sıxıntı və sıxlıq desək olmayacaq. Çünki bunlar müxtəlif nitq hissəsi olacaq. Yoldaşlar, buradan belə bir nəticəyə gəlmək olar ki, sıxlıq, sıxıntı. Əslində 1-4-dür cavab, amma 3-5 də ola bilərdi. Niyə 3-5 ola bilərdi? Bax, sıxlıq feilinə 3-5 ola bilməzdi, ona görə ola bilməzdi ki, lıq burada adları artırılacaq olmasa. Elə cavab 1-4-dür, bu qədər. Hansı sözlərə bitişdirici samtin işləndiyini əmillə söyləmək olar? Belə deyim, dəsə, əni at, görək belə bir söz var, örpək sözü var. Kələk sözü var. Körpək sözü var, yoxdur, deməli bitişdiricidir. Qarıç sözü var, yoxdur, deməli bitişdiricidir. Dəlik sözü var, çıx. Cavab olmalıdır 1 ilə 4, yəni E variantı. 18-də baxaq. Qorx. Bunu udu parçalayıq, yoxsa bir götürək deyə düşünürsə, yadında saxlayın. Bura birincisi iltisaqilik pozulub, əslində T-dır, özünün sonra samit gəlib deyə olubdur. T feildən feil yaradır, düzdür? Sən əgər qorxut belləsən, belə çıxır ki, T-nı qorxu ismini artırmısan. O da olmaz. Ona görə burada ıt bir yerdə təhlil olunur. Bu formada ıt bir yerdə təhlil olunur. Il belə mışda zaman. Sevinç sözü, bax, sevinç sözünün kökü. Belə deyim də sizə. Bu sözü ayrıca düşünsəniz, bu sözün kökü sev deyil. Yaxşı, çünki hər sevən sevilmir axı. Ona görə sözün kökü ilə sevindi. Sev deyil. Sevin, sevinç, dəndə qrammatik. Qaldır, sadə, ıl leksik, mışlandır da qrammatik. Kök, leksiklik. Burada 3 dənə leksik olan var. Yoxdur. Ona görə gəlin A-ları çıxaq. Bu getdi, bu getdi. Kök, leksik, qrammatik. Hansıdan leksik, qrammatik? 2-dədir. Düzdür? Ona görə leksik, qrammatik. B-ni yazaq bura. Kök, leksik, qrammatik. Belə bir sxem var. 2 leksik, 2 qrammatik. Yoxdur. Ona görə gəlin C-ndə çıxaq. Bura gedir. Cavab D variantı. Kök, leksik, qrammatik. Belə bir var. 3-ə yazırsınız. Kök, leksik, qrammatik. Bu da 1-dədir. Ona görə 18-in cavabı olur. D variantı. Boyadılmışdı. Boya, boyat. D adlardan yox, feildən yaradır deyə bu boyamaq feil olacaq artıq. Boyadılmışdır. Kökü feillanma olan sözdür. Bunun özü feildir. Boyalı sözlə yeni köküldür. Boyalıda L adlardan yaradır. Yəni bu boya ismi də yeni kökül olmayacaq. Bir leksik, 2 söz dəyişdir. Bir leksik, 2 söz dəyişdirici şəkildə. Elə bir söz dəyişdirici leksik deməkdir. Belə çıxır ki, 3 dənə leksik var, olmaz. Boyaq sözlə yeni köküldür. Eyni köküldür. Çünki Q da feildən yaradır. Bunda kökü feildir. Ona görə yeni köküldür. Leksik şəkildə ancaq feildən feil düzəldir. Bəli. D da, ıl da feildən feil düzəldir. Ona görə 19-un cavabı E olacaq. Hansı nümunədəki işarələnmişdir? Kök, leksik, qrammatik sxeminə uyğun gəlmir. Hər gün onun cebindəki 10 qəpik itirdi. İrə vurğu düşür deyə qrammatik olacaq, zaman olacaq, da da idini qısıldılmışı. Dayısının verdiyi əmanəti itirdi. Və vurğu ilə tənzimləyirsiniz. Burada
vurğu irin üzərinə düşür deyə olur zaman, bu olur idi. Bura vurğu dinin üzərinə düşür deyə di zaman olur. Di zamancı id leksik olmalıdır avtomatik. Bu gözəlliyi görəndə güllərin də təravəti itirdi. Yenə vurğu irə düşür deyə qrammatikdir. Zamandır, bu da ididir. Vətənin azadlığı uğrunda övladlarını itirdi. Deməli bu vurğu düşürsə zamandır. İd də burada leksikdir. Uyğun gəlməyən soruşur. Deyirdi, düzü kök leksikaya uyğun gəlməyən. 1-i götürürsünüz, 3-ü götürürsünüz, 1, 3, 20-nin cavabı olur A variantı. Digərlərində leksik vardır. Qorxutmaq və turşutmaq. Qorxutmaq. Bu sözü izah elədim sizə bayaq. Turşu feilinə, belə deyək də, turş sifətindən turşu feili yaranır. Bunun turşut feili yaranır. Maq olur qrammatik. Kökü feildir. Başlanğıc formasının forması bir leksik şəkilçi daxildir. Kökü qorxu feilidir. Başlanğıc forması bir leksik daxildir. Amma bura başlanğıc forması 2 leksik daxildir. Bir doğrudur. Daha sonra tərkibində 2 leksik şəkilçi var. Bax, burada 2 leksik yoxdur. 2 ortada olması çıxın. Tərkibində 1 leksik şəkilçi var. Burada da 2 leksik var deyə 3 də ortada olması çıxın. El cavabı olsun 1, 4. C variantı. Kök və başlanğıc forması fərqli nitq səsləyir. Kökü turş feilidir. Turş sifətidir. Başlanğıc forması turşut feilidir. Amma burada hər ikisi eynidir. 4 ortaq olmamalıdır. Azaldılmışdır sözündəki leksik şəkilçilərdən hansı digər leksik şəkilçilərdən fərqlənir? Baxaq. Az, azal, azalt, azaldıl. Dedi ki, d ilə ıl feildən feil yaradır. Düzdür? Baxın, burada bayaq demişdik. Haradaydı? Hə, bura demişdik ki, tərcümə leksik şəkilçilər ancaq feildən feil yaradır. D-dan ıldan söhbət gedir. Gəlin bura. Deməli, burada d-la ıl feildən feil yaradır. Düzdür? Bura baxın, deyir ki, d feildən feil düzəldir. Doğrudur. Burada deyir ki, ıl adlardan feil düzəldir. Il adlardan feil düzəltməz axı. Sonra, bura deyir ki, al feildən feil düzəldə bilir. Bu doğrudur. D feildən feil düzəldə bilir. Doğrudur. İndi gəlin baxaq. Al adlardan feil düzəldir. Aha. İndi yerdə qaldı 4 dənə variant. Düzdür? Bizə deyir ki, leksik şəkilçilərin hansı digər şəkilçilərdən fərqlənir? Görək nəyə görə fərqlənir? Məsələn, burada al şəkilçisi adlardan feil düzəltdir. Düzdür? Bu adlan feil düzəltdir. D feildən feil düzəldir. Al feildən feil düzəldir. Al ümumiyyətlə heç feildən feil düzəldəməz. Bunu çıxın. Il feildən feil düzəldir. Qalır 3 dənə cavabdır. 2 dənə cavab düzdür. A qalır. A qalır. D qalır və E qalır. İndi D-da, daha doğrusu B-da və E-dəki şəkilçilər feildən feil düzəlir. A-dakı şəkilçi adlardan feil düzəlir. Ona görə cavab olur A variantı. Hansı sözlərin tərkibində 3 leksik, 2 qrammatik şəkilçi var? Say, sayğı, sızlıqdandır. Yaz, yazı, çılıqdandır. Qorx, qorxudulmuşdur. Dar, darıqdır, ıcıdır. Bağla, bağlatdırmışdır. 3 leksik, 2 qrammatik deyir, düzdür? 1-də var, 3 leksik, 2 qrammatik var. 2-də var, var. 3-də var, yoxdur. 4-də var, 1, 2, 3 yoxdur. 5-də var, var. 3 leksik, 2 qrammatik, 1, 2, 5 E variantı. Daha sonra davam eləyək. Deməli, toplanışdaşlar və yerləncəkdaşlar. Top, yəni bir yerə yığılmış. Topla, toplanışdaşlar. Yel, yellə, yelləncəkdəkilər. Ortaq fərqlə. Kökü feildir. Tərkibində qrammatik şəkilçi işlənib. Heç birinin kökü feil deyil. Görürsünüz, yel ismi, top ismi. Ancaq bu fərqlə heç birinə aid deyil. A-nı yazırıq deməli 3-ə. A-nı yazırıq 3-ə. Kökü və yaranması nitq hissəsinə görə eynidir. Nədən yaranıb? Bu dakını pozsanız toplanış isimdir. Kökü də top ismidir. Dəkini pozsanız yerləncək isimdir. Elə yeldə isimdir. Ancaq B ortaq fikirdir. Yəni kökü yaranması hissəsi eynidir. 4 leksik şəkilçi işləmiş bu sözün kökü amonimdir. İkisində də 4 dənə leksik 1, 2, 3, 4, 1, 2, 3, 4 şəkilçi işlənib.
Top amonimdir. Bir yerə yığılmış bir də oynadığımız top. Yel də amonimdir. Xəstəliyin adı var. Bir də külək mənasında var, düzdür? Ona görə C də ortaq fikirdir. Sonra şəkilçilərin bir neçəsi sözün quruluşunu dəyişib. Yoldaşlar, şəkilçi, ümumiyyətlə bir neçə şəkilçi quruluş dəyişəməz. Cəmi bir şəkilçi quruluş dəyişir. O da ilk leksik. Ona görə D heç birinə aid deyil. Daha sonra leksik şəkilçilərin birinin səs tərkibi hərf tərkibindən fərqlənir. Toplanış olduğu kimi, dakı olduğu kimi. Yellənəcək. Görürsünüz? Ki olur burada xışdırıq. Ona görə bu fərqli fikirdir. N də yazaq bura. B, C, E, A-dır. B, C, E, A-dır. D variantı. 24-cü cavabı olur. D variantı 25. Tərkibinə görə təhlil sxemi eyni olan müxtəlif nitq hissəsinə ayrılan bilən sözü müəyyənləşdirin. A-dan başlayaq elə yazmağa. Qorxudur. Qorx. Qorxu. Qorxudur. Qorx sözün kökü ut leksik. Bir sənə bu dəfə səliqəli yazaq bura. Qorxudur. Qorx sözün kökü ıd leksik ır zaman. Bir dəfə də qorxudur. Bir dəfə də necə olacaq? Bir dəfə də qorxudur. Qorx. Düzdür? Qorx. Qorxu. Dur da belə. Bu qorxudur. Qorxudur. Feildir. Düzdür? Bu qorxudur. İsimdir. Tərkibə görə təhlil sxemi eyni olan. Eyni də düzdür? Bir leksik qrammatik. Müxtəlif nitq hissəsinə ayrıla bilən söz elə cavab variantıdır. Dərdim. Dərdi. Dərdim. Belə də feil kimi düşünün. Dərdi şuuru keçmişdən amma şəxs olmalı. Bir dəfə dərd im. Görürsünüz, bura müxtəlif oldu. Bayaq 2 qrammatikdir, indi 1 qrammatikdir. Yataqlar. Yataq belə eləyə bilərsiniz. Bir dəfə də bu yataq ferma mənasında elə belə eləyə bilərsiniz. Düzdür, bu da müxtəlif oldu. Yazdırmaq bu bir cürdür. Gecələr onsuz da bir cürdür. Düzdür? Belə ola bilər də. Gecələr bu formada. Gecələyər mənasında. Bir dəfə də gecə, daha doğrusu gecə bu formada. Qrammatik. Bu da təhlil sxemi fərqli oldu. Ona görə cavab olacaq burada A variantı. Keçirik növbəti suala. Eyni köklü sözlərə aid olan fikirləri müəyyənləşdirin. Eyni köklü sözlər formaca dəyişə bilməz, dəyişə bilər, yəni qrammatik qəbul edə bilər. Eyni mənalı müxtəlif quruluşlu sözləri, müxtəlif quruluşlu olmasa hamısı düzəltmə olmalıdır. Eyni köklü sözlər amonim ola bilər, bəli. Ola bilər. Məsələn, yaşlı. Sonra yaşlı, eyni köklüdür, amma burada yaşlı söz amonimdir. Gözləri yaşlı, bir də yaşlı adam. Müxtəlif nitq hissəsinə ayrıla bilər, bəli, ola bilər. Məsələn, birlik isimdir, amma birinci saydır. Başlanğıc olmaya əsasən müəyyən olunmur. Bəli, kökə əsasən müəyyən olunur. 3, 4, 5, B variantı. Sonra neçəyə baxırıq? 27-yə baxırıq. Eyni köklü sözlər cərgəsini müəyyənləşdirin. Köklən, kökəl, köksüzlük. Bu köklənməkdə olan kök başqa şeydir. Məsələn, hansısa musiqi alətini kökləyirlər. O başqa şeydir. Amma bu kökəlməkdə kök tamam başqa mənanı verir. Dağıl, dağılış, dağılmaq. Dağılan sözü sadədir. Bunu çıxın. Sevgi, sev, sevgi, sev, sevil. Sevgi sözünün kökü sevdi, sevinç sözünün kökü elə sevindi. Görürsünüz? Bunlar başqa sözlərdir. Qorxusuz, qorxusuz, qorxu, qorx. Belə bir şey deyim sizə, baxın. Qorx, qorxu, qorxusuz. Qorx, qorxud. Sonra qorx. Hamısının kökü qorxmaq feilidir. Düzdür, cavab dedi. Mənim sözü sadədir, eyni də çıxırız. Hansı sözlərin başlanğıc olması yarandığı nitq hissəsi eyni deyil. Gör, görün, göründü. Bil, bildir, bildirildi. Çarəsizlik. Ək, əkinçilik. Oxucudakı. Oxu, oxudulanda.
sözlərin başlanğıc forması ilə yarandığı nitq hissəsi eynidir. Bunun başlanğıc forması üzüntü feilidir. Daha doğrusu görüntü feilidir. Görünmək feilindən yaranıb. Biri götürür 28-də. Başlanğıc forması ilə yarandığı nitq hissəsi eynidir. Görüntü isimdir. Bu ne götürdük biz? Görüntü isimdir, amma görünmək feildir. Biri çıxaraq üzr istəyirəm. Bildiril feildir. Bildir də feildir. İkini götürün. Çarəsizlik isimdir. Çarəsiz sifətdir. Bunu çıxın. Əkinçilik isimdir. Əkinçi də isimdir. 4-də götürün. Oxucudakı sifətdir. Oxucu isimdir. Bunu çıxın. Oxudul feildir. Oxud da feildir. Nəyə götürdük? 2-ni, 4-ü, 6-nı D variantı. 28-in cavabı olur. D variantı. 29-a baxırıq. Biçincilik sözünün təhlili. Biç, biçincilik. Kökü başlanğıc forması eyni qrammatik məna daşıyır. Kökü biçmək feilidir. Başlanğıc forması biçincilik isimdir. Eyni qrammatik məna deyil. Feildən düzələn isimdir. Axırıncı natın biçinci isimdir. Tərkibində 2 söz düzəldici şəkildə var. 2 deyil, 3-dür. Biçənək sözlə eyni köklü, eyni qrammatik mənalıdır. Biçənək sözlə eyni köklü, eyni qrammatik mənalıdır. Bəli, hamısı isimdir. Eyni zamanda kökü də eynidir. Onun üçün eyni köklüdür. Formaca dəyişən bu söz formaca dəyişmir, çünki qrammatik yoxdur. Y samiti kökə daxildir. Çörək, düşüncələrimiz ağırlı, istə, bunun kökü. Dirrik, 1-3. Kəpənək, 4. A variantı. Ləng, ləngi, ləngid, ləngidilmiş. Sifətdən düzəlmiş feildir. Ləngid feilindən düzəlib. Bütün leksik şəkilləri feildən feil düzəldir. Yox, iyi görürsünüz, ləng sifətindən düzəlib. Kökü sifət olan feildən düzələn feildir. Kökü ləng sifətidir. Ləngid feilindən düzəlmiş, ləngidil feildir. Onun üçün elə bunun cavabı C-dir. Qrammatik şəkilçisi başlanğıc formaya daxildir, daxil deyil. Bütün şəkilçilər eyni funksiyadadır. Niyə ki? Qrammatik olan var, leksik olan var. 32. Yazım sözündəki ım şəkilçisini baxın. Yazım, mən yazım, mənim yazım. Və yaxud da ki, yaz, yazım. Ona görə dəqiq bilə bilmək nədir, düzdür? Mənim yazım, mən yazım və yaxud da ki, yazı mı, yazı feilinə mı artırılmış kimi düşünə bilərsiniz. Yaz isminə ım da artırılmış kimi. Ona görə müxtəlif cür düşünə biləcəyik. Zərf düzələn leksik şəkilçinin amonimli işlənib. Anidən elə burada leksik zərf düzəldən özüdür. Oxumadan feili bağlamadır. Tarixən feili elə özü zərfdir. Cəsarətlə zərfdir. İllik. İllik. Məsələn, indilik, həmişəlik. İndilik getdi. Buradakı lik zərfdir. Amma illik sifətdir. Bu lik deməli zərfdə düzəldə bilər. Eyni köklü sözlər. Üzlük, üzücü, üzdəki. Aha. Üzücünün kökü üz feilidir, üzdəkinin kökü üz ismidir. Sıxıcı, sıxıl, sıxmaq, sıxmaq sadədir. Yarğan, yaralı, yaraşıq. Yaraşıqla yaralı yəni köklü deyil. Düzlən, düzlük, düzəl. Bunu saxlayaq. Qaçandanı sadədiyə çıxırıq, elə saxladığımız D-ni götürürük. Hamısının kökü düz, deməli, düzəl, düz sifətidir. 34 oldu. D35'e var. Leksik mənası olan söz kimi həm sadə, həm də düzəltmə. Yalnız qrammatik mənası olan söz kimi sadə. Qaçaq sözü yalnız qrammatik mənası olmur. Əkin olmur. Görək, şübhəsiz. Şübhəsiz əsas nitqsəsi olsa sadə olmaz. Cavab C variantı 35'də. Niyə C variantı olur? Gör nədat ola bilər. Şəxs sonluğu qəbul edilmiş feil ola bilər. Bir də görünmək, leksik şəkilçili feil ola bilər. Görək də olmaz. Eyni köklü sözlər cərgəsində hansı söz pozur və niyə? Daş, daşla, daşlaş, daş, daşla, daşqın. Daşqın pozur, çünki kökü bunların kökü ilə amonimdir. Yəni bunun kökü feildir, digərinin kökü daş ismidir. Daşqının kökü digərlərlə amonimdir. 36-cı cavabı D olur. Burada kökü isimdir, səbəb deyildir. Axı onun kökü feildir, ona görə D-ni götürürük. Amonimdə bunların kökü isimdir, amma bunun kökü feil olduğu üçün amonim sayılır. Hansı sözün tərkibindəki şəkilçilərin biri başlanğıc formaya daxil ola da bilər, olmaya da bilər. Maraqlıdır. Daxil ola da bilər, olmaya da bilər deyə düzdür.
Aha, döyüşdən burada 3 leksik 100% daxildir, dan 100% daxil deyil. Yataqlar, qorxaqdan keçmiş. Hə, keçmişin mışı qrammatik kimi düşünsəz, keçmiş, yəni şu nəql keçmiş zaman kimi düşünsəz daxil deyil. Amma keçmiş, keçmiş düzəltmə söz kimi düşünsəz daxildir. Onca cavab deyil. Quruluşda düzəltmədir. Bugünkü bu və gün mürəkkəbdir, xoşbəxt mürəkkəbdir. Deməli, oğurluq sadədir, oyunlar sadədir. Dil, dilə. Dilimizlə nəsə dillikdə olur düzəltmə. 39. Hansı sırada fərqləndirilən sözlərə əsasən eyni cütlü sözlər cərgəsində əmələ gətirildiyini dəqiq söyləmək olar. Şeirin bəndindəki, bəndi sözü sadədə olmaz. Düzgün, düzül. Buğın gün feildən yaradır, ıl feildən yaradır, amma bir saniyə. Düzgün, düzül. Hə, məbləğ düzdür. Buradakı qrammatik daxil ona görə olmaz. Donluq, donun qrammatik sadə sözü olmaz. Göyərmiş, göydəki. Bu göyərmiş otlardakı göy, göy ot mənası, amma bu göy səma mənasından deyə amonimdir. Ona görə eyni şəkil olmaz. Qızdırmaq, qızın, qızış. Hamısının kökü qızmaq feildir. Ona görə eyni şəkildir. Hansı isimdə bitişici samiti olub olmadığını dəqiq demək olmaz. Yorğun gözlərində hələ də həsrət duydum. Yorğun göz, gözlər, gözləri, bitişici dadə, onun yorğun gözlərində. Bir də sənin yorğun gözlərində, göz, gözlər, gözlərin. Bu zaman in olur qrammatik. Ona görə orada bitişdirici olmur. Bir dəfə də i olur leksik, n olur bitişdirici. Nümunənin birində fərqləndirən şəkilçi fərqli funksiyalardadır. Həmin şəkilçini müstəqil söz kimi düşünsək. Ağacdan alma qoparmadan gəlmə ar leksikdir. Koroğlu qalxan, qalxan leksikdir. Bizim yoldaşlar daş leksikdir. Onun əlləri of xala, xala leksikdir. Onu görəndən dən qrammatikdir. İndi bunun mənasını tapmalıyıq. Dən də dənli bitkilərin məhsulu. E variantı. Sonra 42. Qızdırılmış, qız, qızdır, qızdırılmış, dalla, dalaş, dalaşqan. Təhlilinə ayrılmış. Düzəldiyin hissəsinin kökünə baxıb demək olar. Düzəldiyin hissəsinin kökünə baxıb demək olmaz. Kökü qızdır, amma qızdırdan düzəlib. Amma bunu demək olar. Ona görə bir ortaq deyildiyə çıxırıq. 3 leksik şəkilci var, 3 dənə leksik yoxdur. Yarandığı hissəsi feildir. Qızdır, olar ya, əslində qalsa mən burada dala, dalaş, dalaşqan. Kökünə vaxt demək olar, heç birinə aid deyil. 3 leksik heç birinə yoxdur. Yarandığı hissəsi feildir. Dalaş, qızdır, 3 ortaqdır. Amonim şəkilçi var. Məsələn, mış amonimdir, zaman ola bilər, imiş ola bilər. Şı da amonimdir, qarşılıq düzəldə bilər, bircəlik düzəldə bilər. Feili sifətə formaca bənzəyir. Feili sifətə formaca bənzəyən bu bənzəmir. Qızdırılmış deyilən onsuz da feili sifətin özüdür. Düzəltmə sözü, ikisə düzəltmə sözü, 3, 4, 6, C variantı. 43. Sözlərlə bağlı sual işarəsinin yerinə yazıla biləcək. Axırıncı, axırıncı. Dar, darıq, darıqdır, ıcı. Aha, deməli, eyni suala cavab verə bilməsələr də, niyə axırıncı hansı, darıxdırıcı hansı cavab verə bilərlər? Bu doğrudur. Daha doğrusu yanlışdır, amma qabağın doğru yazılıb. Bunu çıxın. Tərkibində 2 leksik şəkilçi yoxdur. Kökü feil. Burada 2 leksik var da. Desə ki, tərkibində 2 dənə leksik şəkilçi var. Bu o demək ki, o yalnız 2 dənə leksik şəkilçi var. Düz, amma tərkibində 2 leksik şəkilçi yoxdur. Kökü feilli amonim olmayan sözdür. Heç birinin tərkibində 2 leksik yoxdur, düzdür. Burada bir dənədir, burada 3 dənədir. Demək, bu doğrudur. Doğruya doğru deyib deyə bunu götürürük. Həm kök, həm də başlanğıc forması ismi xəbər ola bilər. Axır isim, axırıncı sifət, daha doğrusu say. Dar sifət, darıxdırıcı sifət, hər ikisi ismi xəbər ola bilər. Bu da doğrudur, doğru deyib deyə götürürük. Kök və başlanğıc forması fərqli qrammatik mənaya malikdir. Axır, axırıncı. Axır isimdir, axırıncı saydır, fərqli qrammatik mənadadır. Dar sifətdir, darıxdırıcı sifətdir. Bu da eyni qrammatik mənadadır. Bu yanlış fikirdir, düzdür? Yanlış deyib deyə doğrudur. Morfoloji baxımdan eyni nitq hissəsinə aid deyirlər. Axırıncı, darıxdırıcı eyni nitq hissəsinə aid deyirlər, düzdür? Morfoloji baxımından eyni nitq hissəsinə aid deyirlər.
Bu yanlış fikirdir, düzdür. Eyni iksərinə aid edilir doğru fikir, düzdür istəyirəm. Qabağına yanlış yazıb deyə bununla çıxırıq. Burada bizə deyilir ki, sayını, düzdür, 3 dənədir, ona görə cavab olur burada E variantı. Daha sonra, bura sadəcə yoldaşlar, mən nədə biraz nəyi iki cür başa düşmək olar, biraz tərəddüd olunan məqam burada ikinci punktdur. İki leksik şəkilçi yoxdur. Burada iki leksik var axı, nağda bir, ikisi var da. Demir ki, yalnız iki leksik şəkilçi var. Ona görə bu iki biraz şübhəlidir də. İki leksik şəkilçi yoxdur. Bunda var axı. Bunda var axı. İndi deyə bilərsək müəllim, onda 3 deyil, 2 deyil, 3-dür. 3 deyil, düzdür. 3 olması üçün ən az ikisi var da. Elə deyil. Ona görə 2 biraz elə sanki elə bir natamlıq var da burada. 43-ə baxırıq yaxşı. Ona görə hər ehtimal buna bir A, E yazım. Tərkibində leksik şəkildə işlənən sözlər, köklər eyni leksik və qrammatik mənalı olarsa, yeni köklü sözlər cərcəsi əmələ gətirə bilər. Bir doğrudur. Aid olduğu sözün kökü amonim ola bilməz, bilər. Həmin leksik şəkildə başlanğıc olmaya hər zaman daxil edilir. Bəli, hər zaman daxil edilir. Sual verərkən həmişə sual əvəzlikdə şəkilçi kimi qalır. Xeyr, bu qrammatika aiddir. 1-dən 3 seçmişik, düzdür. 1-dən 3 var, D variantında. 45. Sözlərin birində eyni şəkilçi söz nədən düzəlib sualına əsasən fərqli məqamda işlənir. Sevincək, yel, yellə, yelləncək, oyuncaq. Belə. Aha. İndi burada məsələ nədir? Məsələn, bu cək sevinmək feilini artırıb, düzdür? Bax, burada bir saniyə təkrar deyək. Sevincək, oyuncaq, yelləncək. Burada cək nə artırılıb? Sevin feilinə, bura cək yellən feilinə, amma bura caq oyun isminə artırılıb. Ona görə bu fərqli düşünmək olar. Deyir ki, eyni şəkildə söz nədən düzəlib sualına əsasən fərqli məqamda cavab verəcək. Bəli, fərqli məqama cavab verəcək. Bu sevin feilidir, bu yellən feildir, amma bu oyun ismidir. Ona görə 3-ü götürürük. Fərqləndirilən sözlərin birində bir-birinə amonim olan şəkildə işlənib. Bitirərlər, bitirərlər. Bu dəfə suyu ovdandan. Gələcək xəbər sevincini, sevincini. Görürsünüz, burada 2 dənə i var. Biri mənsubiyyətli, biri halda. Ona görə amonimdir. Altına götürürük. 3 və 6-nı götürdük. C variantı. Sonra baxırıq 46-ya. Sancılanmışdır. 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 Sancılmışdır. Tərkibində 3 leksik, 2 qrammatik şəkilçi var. 3 leksik yoxdur, bir yanlışlı çıxırsınız. Buna aid yanlışa bax. Kök və yarandığı ent hissəsi bir-birindən fərqlənir. Müxtəlif cümlə üzərinin ifadə vasitəsi olarlar. Bax, yoldaşlar. Sancılanmışdır, görsünüz. Bax, bu hissəyə baxmıram. Vericin sonrasına baxıram. Müxtəlif cümlə üzərinin ifadə vasitəsi olarlar. Dır xəbəri şəkilçi qəbul edibsə, yalnız xəbər olarlar. Bu yanlış fikir deməli. Müxtəlif cümlə üzər olunmaz. 2 leksik şəkilçi işlənmiş. 2 leksik deyil, bir dənə leksikdir. Bunu çıx. Kök və yarandığı ent hissəsi fərqlidir. Yox, kökü də sancıdır, yarandığı ent hissəsi sancıdır. Çünki ılıq çıxırıq buran. 4 də səhvdir. Cavabı olur 2-4 A variantı. 46-nın cavabı oldu A variantı. Verilən fikirlər hansı sözə uyğundur? Tərkibində amonim şəkilçi var. Daha sonra kökü variantdakidən fərqli nitq hissəsi olan mənada da eyni köklü sözlər əmələ gətirə bilər. Məsələn, baxın, oxşar, dayan, yatak, dadlı, daşdakı. Bu dayanmaq, söykənmək mənası var da.
ağac divara dayandı, kimsə tərəfindən dayandı. O mənada təhlil eləmişəm, yaxşı. İndi burada oxşa feil, daya feil, daşdakı isim, yat feil, dad feil. Məsələn, oxşa amonimdir, amma elə hər iki mənası feildir. Bənzəmək, bir də sığallamaq. Daya amonim deyil, yat amonim deyil, daş amonimdir. Bir mənası feil, bir mənası isim. Bir də dad amonimdir, feillə isim. Düzdür? Ona görə bu ikinci fikrə görə bunları çıxırıq. Cavab D ilə R arası seçməyəcəyik. Həm sadə, həm düzəltmə. Daşdakı da sadə olmaz deyə çıxırıq. Cavablar D variantı. Yox, düşünülə bilməz deyir. Ona görə bunu çıxmayıb bir saniyə düşünək biraz hələ. Amonim şəkilçi var. Dakı amonim olmaz. Ona görə E-ni çıxırıq. Cavablar D variantı. Bəli. İkisində sadə söz kimi düşünmək olmaz. Bilməz deyir burada. Deməli 47-yə nə dedik? 47 dedik de. 48. Eyni sözün müxtəlif formaları, müxtəlif diksiyasına mənsub olan eyni köklü sözlər. Yağış, yağıntı, yağmur eyni köklüdür, amma eyni diksiyasına aiddir. Bunu çıx, alır geçsin. Yazı, yazar, yazıçılıq eyni köklüdür, amma hamısı isimdir. B-ndə çıxın geçsin. Ölkəmiz, ölkələr, ölkələr. Hə, bu müxtəlif formalardır. Eyni sözün müxtəlif formaları deyəndə qrammatik şəkilçili sözləri nəzərdə tutacaqsınız. Azlıq, azal, azacıq. Hamısı eyni köklüdür. Azlıq isim, azal feil, azacıq deməli say. D-ni yazırıq bura. Yaxşılıq, yaxşıdır, yaxşılaşmaq. Yaxşılıq düzəltmədir. Bunlar sadədir. Ona görə bu söz icazə vermir ki, eyni sözün müxtəlif formalarına yazaq bu variantı. Çünki hamısı sadə olmalıdır. Bu düzəltmə deyə bunu çıxırıq. 1C2-dir. 48 olur C variantı. 49-a baxırıq. Aha. Bu tipli testləri cavabla işləmək məsləhətdir. Məsələn, 1-ə C yazsaq, yəni C-ni yazsaq bura, rastlaşmaq sözü. B. İndi 1-ə C yazırıqsa, bu B ilə F C-dəki cümləyə ayrılan doğru fikir olmalıdır. B-yə baxın, adların feil üzrə iki variantlı şəkildə işlənib. Baxaq, rastlaş, bəli, adların feil üzrə iki variantlıdır. B okeydir. F-ə baxaq, 2 leksik və 2 qrammatik. Rastlamaq sözü yoxdur. Rastlaşdıq. Ona görə 2 leksik, 2 qrammatik. B işlə, F işləri koruyur. Bunu çıxırıq. Aha. 1-ə C yazsaq, burada da F var, bunu da çıxırıq. İndi gəlin 1-ə D yazaq. İndi D-dəki cümləyə aid doğru fikir olmalıdır. Düyünlədik deyir ki, deməli, kökü 5 hərfdən ibarət olmayan düyün. Düydür daha doğrusu. Kökü 5 hərfdən ibarət olmayan bu sözdə yazılış və deyiliş fərqli mövzudur. Düyünlədik, doğrudur. Ödədi, düzdür. F-ə baxaq. 2 leksik, 2 qrammatik. Düy, düyün, düyünlə. Düy, düyün, düyünlədik. Bu da ödədi. C variantı. Qrammatik və leksik şəkilçi sadəcə fərqlənən bu sözdə sadəcə fərqlənmir. Ona görə hansına baxırdıq biz? Hə. Ona görə C-yə görə bunu da sildik. Bir D olsa C olmaz. Bunu da sildik, cavab qaldı. Bir də C-dı yazsaq, yəni bura həm C-dakı söz, həm də D-dakı söz yazsaq, tərkibdən şəkilçinin yalnız biri sözün quruluşunu dəyişib. Bəli, rastlaş, düyün, A okeydir. Adların feil üzrə iki variantlı şəkilçisi işlənib, fərqlənən şəkilçi amonimliyi var. D da amonimdir, D də amonimdir. D rastlaşdıq. Elə bir ki, D ilə D əslində eyni şəkilçidir. İkisinə şöyle keçmiş zaman və idinin qısaldılmışı kimi düşünə bilərsiniz. B də okeydir. Kökü 5 hərfdən ibarət olan bu sözdə yazılış deyiliş fərqli mövzudur. Bəli, rastlaşdıq, düyünlədik. Cavab C variantı. Quruluşda müxtəlif cür düşünülə bilən başlanğıc forması amonim olan söz hansıdır? Demək, 49-a nə demişdik? C demişdik, 50-yə keçmişdik. Hə. Quruluşda müxtəlif cür düşünülə bilən başlanğıc forması amonim olan sözdür. Yara sözünü iki cür düşünürlər. Sözümü yara çatdır. Bir də əlimdə yara var. Amonim kimi başlanğıc forması amonim olsun da, düzdür? Belə nəzərdə tutulur. Yarada amonimdir, yaramaq mənasında, düzdür? Bir də əlimizdə olan yara mənasında. A ödədir. Qalxan. Necə düşünə bilərsiniz? Qalxan. Belə düşünə bilərsiniz. Bir də belə düşünə bilərsiniz, düzdür? İndi məsələ olar ki, bunun başlanğıc forması amonim deyil axı.
Qazan. Quruluşca müxtəlif cür düşünə bilərik. Necə düşünə bilərik? Sadə olur. Bir də belə olur. Düzdür? Qazanmaq feili ilə qazan ismi mənasında amonim, amma quruluşca müxtəlif cür olmur. Bir də feil sifət olanda belə olur. Qorxaq. Başlanğıc olması amonim deyil. Göyərti. Bu da iki cür düşünülə bilmir. Eyni köklü sözlərlə bağlı verilən fikirlərin doğru və yanlış olduğunu müəyyən. Belə sözlər eyni bir sözdən düzələ bilər. Belə sözlər eyni bir sözdən düzələ bilər, düzəlməyə bilər. Yanlışdır, eyni sözdən düzəlməlidir. Kökləri fərqli qrammatik məna daşıya bilsə də yarandığı sözlər, kökləri fərqli qrammatik məna daşıya bilsə də deyəndə yoldaşlar nəyə nəzərət dur? Aha, deməli. Belə sözlər eyni bir sözdən düzələ də bilər, düzəlməyə də bilər. Hə, yoldaşlar, biz niyə bunu səhv eləmişik? Kökü demir axı. Kökü eyni sözdür. Amma eyni sözdən düzələ də bilər, düzəlməyə də bilər. Aydındır? Kökü eynidir. Amma müxtəlif sözlərlə düzələ bilər, eyni sözlərlə düzələ bilər. Ona görə bu doğrudur. Kökləri fərqli qrammatik məna daşıya bilsə də bu yanlışı daşıya bilməz. Ön şəkilçi ilə işlənə bilməyən işlənə bilər. Bu bir cür yazılan şəkilçi ilə düzələ bilər. Kökü və yanlığın fiksiyası fərqlənməyə bilər. Doğrudur. Kökləri müstəqil olaraq amonim ola bilməz. Niyə müstəqil olaraq amonim ola bilər? Doğru, yanlış, yanlış, doğru, yanlış. Doğru, yanlış, yanlış, doğru, yanlış. 51-də cavabı olur. D variantı. Gülşən, gülzar, gül, gülşən, gül, gülzar, gül, güllük, gül, gülüstan. Eyni köklü sözlər cərəyanını pozur və hansı səbəbə? Burada heç bir söz qaydanı pozmur. Hamısının kökü gül ismidir. Eyni köklü sözlər, eyni köklü olmayan sözlər. Baxırıq 53-ə. Say soruşur, düzdür? Sancılmaq, sanc, sancıl, sanc, sancılmaq, sancılanmaq, sanc, sancı, sancılan. Sancıdır sözü, bunlar niyə təhlil edib? Sancıdır sözü nağdı sadə deyin, kökü ola bilməz də bunu çıxın. Gətizdirmək sözü, gətizdirmək sadə sözdür, bu da ola bilməz. Süzgün, süzülmüş, süzülmüş sadədir, bu da eyni kökü ola bilməz. Dağıdıldı, dağıt, dağıdıl, dağıt, dağıtdır, dağıt, dağıdıcı. Bu eyni köklü sözdür, bunu götür. Sözlər olmayan, gərgin, gər, gərgin, gər, gərnəş. Gərnəşində alan belə gərilir də, düzdür? Gəril. Bu eyni köklü sözdür, bunu çıx. Damcı, damcı. Damır olur, damcı. Dam, damızdır. Dam, dam. Damsızın kökü dam ismidir. Bunlar dam feilidir. Bu eyni köklü olmayan sözdür. Dadlı, dadızdırmaq. Dadlının kökü dad ismidir. Dadızdırmağın kökü dadımaq feilidir. Eyni köklü deyil. Üzülmək, üzgün, üzüntü. Üzülmək, üzgün. Bunlar da eyni köklü. Bununla çıxın. Say deyir. Sayda 3 olacaq. 53-cü cavab olacaq variantı. Klasterə əsasən uyğunluğu müəyyənləşdirin. Baxaq, qoyunçuluqla məşğul idi. Ona görə də qoruqları elə buradan başlanırdı. Fərqləndirən birinci söz, fərqləndirən ikinci söz. Tamlıq rolundadır. Qoyunçuluqla məşğul olur. Burada fərqləndirən birinci söz tamlıq rolundadır. Nə ilə qoyunçuluqla? Ona görə də qoruqları, onların qoruqları, bu mənsubiyyət şəkilçisidir, mübtədadır. Tərkibində yataq sözündəki şəkilçi ilə işlənməyib. Bu aqdır, düzdür. Amma qoruqda uqdur. Burada ümumiyyətlə yoxdur. Birisi də aqla ıqın fərqi var. İşlənməyib, bu hər ikisinə aiddir. Bunu yazırıq bura. Daha sonra. Bir leksik şəkilçili sözdür. Kökü sifət deyil. Qoyun, çuluq. Düzdür. Qoru, qoruq. Bir leksik şəkilçili sözdür. Heç birində kökü bir leksik şəkilçili sözdür. Kökü sifət deyil. Bu da ortaqdır. Daha sonra. Bir saniye. Niye burada tərəddüd elədik biz? Davam eləyək. Kökü 2-yə calanan bu sözün tərkibində bir leksik şəkilçisi var.
Qoru, qoruq. Bəli, qoruq sözünün kökü 2 hecalıdır. Ona görə eni yazırıq bura. Bir dənə leksik var. Daha sonra kökü 2 hecalı olan qoru. Bu sözün tərkibində bir leksik və bir qrammatik. Bir qrammatik deyil axı, düzdür? Qoruqlar 2 qrammatik var. Ona görə heç birinə uyğun gəlməyəcəksən. Gəlin belə etək, olanları çıxaq. Bu getdi, bu getdi, bu getdi, bu getdi. Olanları çıxanda əslində avtomatik cavabımız alınır. Gəlin davamına baxaq. Feildən düzələn isimdir. Tərkibində hal şəkilçisi ilə amonim olan şəkilçi var. Burada hal şəkilçisi amonim olan I mənsubiyyətdir. Ona görə N yazaq bura. Daha doğrusu F yazaq bura. F yazaq bura. Bir dənə C'yə də baxaq. 2 leksik şəkilçisi, heç bir dənə 2 leksik yoxdur. Problem buradır ki, biz C-dan 3'ə yazmışıq. Burada D-nı veriblər 4'ə, düzdür? Yəni cavaba görə D 4 olur bu cavaba əsasən. Bir dənə də baxaq. Əsas D-dakı fikrə baxaq. Deyir ki, bir leksik şəkilçili sözdür. Qoyun, qoyunçuluq bir leksikdir. Qoru, qoruq bir leksikdir. Kökü sifət deyil. Bir şəkilçili olan sözdə kökü sifət deyil. Bu ortaqdır. Bəli, ortaqdır. Burada bir şey diqqətimizdən yayınıb. Nəcəb? Qoyunçu söz olduğu üçün qoyunçuluq. Burada ona görə ilə D-ni ona görə. Buranın C-ni yazdıq. D-ni F-i buraya yazdıq. Çünki düzdür. Heç birinin kökü sifət deyil, amma bir leksik şəkilçi qoruğa aiddir. Qoyunçuluqda 2 dənə leksik şəkilçi var. Ona görə cavabı rahat olur C variantı. Sözdə leksik şəkilçi işlənibsə nöqtələrin yerinə yazıla biləcək fikirləri müəyyənləşdirin. Başlanğıc formada daxil olacaq, doğrudur. Həmin söz quruluşda düzəltmə olacaq, sadə və ya niyə mürəkkəb ola bilər də, mürəkkəb sözdə leksik artıra bilərik. Forması dəyişə bilməz, lakin yenidən ön şəkilçi qoşula bilər. Niyə forması dəyişə bilər, yəni başqa bir şəkilçi artırıla bilər. Həmin söz həm leksik, həm qrammatik mənaya malik olacaq. Bəli, leksik şəkilçi köməkçi leksiyasına artırılamaz. Ona görə 55-in cavabı olacaq D variantı. Eyni köklü sözlər: cırılmaq, cırıltı, cırlaşmaq. Cırılmağın kökü cır, deməli, cır-cırıl feildir, amma cırıltı, cırlaşmaq eyni mənaları vermir. Biri çıxdıq. Qaraldılmışdır, qaralıq, qaradır. Qaradır sözü sadədir. İkindən çıxacaq, birindən ikinci çıxaq. Düzgün, düzül, feildən yaradır, feildən yaradır, feildən yaradır. 4-də götürdük, onsuz 3'ü götürməliyik. Yaxınlar sadədir deyə 5-də çıxırıq, cavab olur 3, 4, E variantı. 57'ye baxırıq. Yazılı və yazılmış sözlərin əslən diaqramı yazıla biləcəyi bizdən soruşur. Yazılı, yaz, yazı, yazılı, yaz, yazılmış. Diaqrama yazıla bilər, düzdür. Feildən düzəlib kökü isimli amonimdir. Bu yazı ismindən düzəldir, düzdür, biri çıxın. Il şəkilçisi işlənən yazıda il şəkilçisi yoxdur. Bu digər sözlədir. Binə ikincini çıxaq. Avtomatik cavab qalır 35. Kökü isimli amonimdir. Belə hər işin kökü yaz ismidir. Yalnız biri sözün quruluşunu dəyişir. Belə hamısında ilk leksik quruluş dəyişir. İkinci diksiyasının xüsusiyyətini daşıyır. Heç bir iki diksiyasının xüsusiyyətini, daha doğrusu yazılmış daşıyır, amma yazılı daşıya bilməz. Quruluş da sadə olan sözdür. Sadə olan sözdür. Dəyiş, oğurla. Oğurla sadədir, dəyişmək sadə deyil. Deməli. Bir saniyə. Deməli, nə soruşur bizə? Quruluş da sadə olan sözdür. Düzdür? Dəyişmək, hər şey sadədir, hər şey sadədir. Bir ikini rahat götürə bilərik. Kökü və başlanğıc forması amonim ola bilən söz deyil. Yaş, yaşlı, dol, dolu. Yaş da yaşıl da amonimdir. Burada ama dolu amonimdir də dol amonim deyil. Ona görə 4'ü götürün. Görə təhlil digərlərindən fərqli olan sözdür. Sevin, sevincli. Qızar, qızart. Lənc, lənci, ləncid. Hər ikisinə 2 leksikdir. Bura bir dənə leksikdir. Altında götürək. 1, 2, 4, 6. 58 olur variantı. Yazılar və yazılanlar. Yaz,
yazı, yazılar. Bu sözü iki cür düşünə bilərik də. Yaz, yazı, yazılar, düzdür. Bir dəfə də yazıl, arər zaman şəkilçisi. Amma yazılanlar, bunu yalnız bu cür təhlil etmək olar. İndi baxaq. İkinci hissəsi kimi düşünülə bilər, lakin tərkibcə təhlil sxemeyindir. Yazılar isim, bir də yazılar qeyri-qəti gəlir zamanda olan feil, amma hər ikisində təhlil sxemeyinidir. Yaxşı. I-leksik, ar-qrammatik, bir dəfə də I-leksik, lar-qrammatik. Ona görə bir doğrudur. Bir doğrudur. Sonra. Tələffüz yazırlar. Belə olmayacaq. İkinci çıxın. Gəlin işlər çıxaq. Kökü isimlə amonim olan hər ikisinin kökü yazı. Hə. Kökü isimlə amonim olan bu sözü quruluşda düzəltmədir. Hər ikisi yaz feilidir, düzdür? Ona görə 3 də doğrudur. Eyni zamanda hamısı düzəltmədir. Başlanğıc sonrasını dəqiq müəyyən etmək olar. Bunun başlanğıc sonrasını dəqiq müəyyən etmək olmur. Feildən düzəlib formaca dəyişmiş sözdür. Deməli, yazılar. Feildən düzəlib formaca dəyişmiş sözdür. Baxaq görək bir. Yaz, yazılan, yazılar. Belə deyək də sizə. Feildən düzəlib. Bu düzdür. Bir saniyə. Yaz, yazı, yazıl, yazılan. Nədən düzəlib? Yaz feilindən düzəlib. Formacada dəyişmiş sözdür. Bəs bu sözə baxaq. Yaz. Hə. Bu ortaq fikir olmalıdır 5. 5 çıxır ona görə. Təsriflənməyən feildir. Müxtəlif nitq hissələrinin xüsusiyyətlərini daşır. Hə, təsriflənməyən feildir. Yazılanlar ona görə altında götürsək. Cavab qara 59-da 1, 3, 6 C variantı. Təsəvvür edin ki, bir dərəcə eyni köklü sözlərin işlənməsi istənilir. Həmçinin bir sözün bu dərəcəni pozacaq qeyd edilir. Pozacaq qeyd edilir. Bu dərəcəni pozmağa səbəb nə ola bilər? Aha, başlanğıc olanın fərqli olması, başlanğıc olanın önəmi yoxdur, kökəyini olmalıdır. Leksik şəkilçinin önündə gəlməsi pozmağa səbəb olar. Leksik şəkilçi önündə gələrdə problem yoxdur. Sözün quruluşda sadə olması bəli, kökün qrammatik mənada fərqli. Qrammatik mənada yəni nitq hissəsi nəzərdə tutur. Nitq hissəsi fərqli ola bilməz. Bütün sözlər özü sabit qalır. Bəli, bu da doğru. Cavab olur 3, 4, yəni E variantı. Keçirik 61-ci suala. Deməli. Cədvəldə uyğun sözləri müəyyənləşdirin. Quruluşca həm sadə, həm də düzəltmə söz kimi düşünülə bilər. Yaxalamaq düşünülə bilər. Yaxasından tutmaq mənada yaxalamaq düzəltmə olur. Qabı yaxalamaq sadə olur. Sulamaq bütün halda düzəlmədir. Yatırmaq bütün halda düzəltmədir. Aha. Quruluşda yalnız düzəltmə söz kimi düşünülə bilər. Tünlük onsuz da sadədir. Durulmaq bütün halda düzəltmədir. Çaxmaq həm sadədir, həm düzəltmədir. Feil ola bilər. Belə çaxırsan, çaxmaq olur. Yalnız düzəltmə deyil, düzdür. Bu çaxmağı necə yalnız düzəltmə düşünə bilərik? Bu maqmək var da bura, düzdür. Bu çaxmaq belə də düşünmək olar da. Kibrit mənasında çaxmaq kimi düşünmək olar. Yaxşı. Elə mən birinci dediyim versiya o versiyaydı. 1-5C deyəcək buna. Hansı sözlər altına xətt çəkilmiş hissə sözün quruluşuna təsir etmək? Bədbin təsir edib, saxta, karonsuz da düzəltmədir burada. Tünd qırmızı təsir edib, salamla var burada təsir eləməyib, əyləsi təsir edib. 2-4 var, 2-4. 62 də olur A variantı. Hansı cümlədə düzəltmə söz 4 variantlı leksik şəkilçisi ilə düzəlmişdir? Aha, düzəltmə söz deyirlər ki, bayramda yazış. Burada ış var 4 variantlı. Ona görə cavab E variantı olur. Zarafatçıldır burada. E variantıdır qısa olaraq. Cədvəldəki uyğunluğu müəyyənləşdirin. Qırıq və sınıq sözləri eyni şəkildə düzəlmişdir. Burada ıqdır, sınaq. Qırıq, sınaq. Burada aqdama. Bir yanlışdır. Eyni köklü sözlər müxtəlif nitq hissələrindən düzələ bilər, müxtəlif nitq hissəsindən düzələ bilər. 2 doğrudur. Əgər sözdə ön şəkildə leksiksə, deməli bu sözdə qrammatik şəkilçisi yoxdur, ola bilər. Yanlışdır. Dadızdırmaq və gözənmək sözlərinin kökü eyni nitq hissəsidir. Deməli,
Dadızdırmaq və gücənmək. Gücənmək feildir. Üzr istəyirəm, gücənmək güc ismidir. Dadızdırmaq dad feildir. Bu ızdır. Çünki feildən yaradır. 4 yanlışdır, götür. Qacar birdən küsərək çıxıb get cümləsində mürəkkəb feil var. Çıxıb getmək, bunda çıx. Oğurluq və heyvani sözlərin quruluşuna yenidir. Oğurluq bu sadədir, heyvani düzəltmədir. 6 da səhvdir. 2, 4, 6, 64 olur. D variant. 65. Tələffüz şəklində verilən hansı sözlə həm sadə, həm də düzəltmə söz kimi düşünülə bilər? Yazdır, r-sı düşsəyli ikinci düşünmək olar. Bu formada belədir, yəni bir cür təhlilləmək olur. Qanat mənasında quşun qanadı, bir də qanat. İçini götürürük. Daha sonra yamandır. Yamandır. Tikilmək mənasında yamamaq. Paltar yamandır. Bir də yamandı. Bu formada. Sonra digərlərinə baxaq. Daddır. Bu da bir cürdür. Qazıdır. Qazımaq var da. Qazıdır. Bir də qazıdır. Bu formada. 1, 2, 4, daha doğrusu 2, 3, 4, yəni 65 də olur. C variantı 66. Bir-birlə eyni köklü olan sözlərin qarşısındakı xana qara, eyni köklü olmayan sözlərin qarşısındakı xana ağ rəngdə olmalıdır. Hansı məqamda bu şərt pozulub deyir. Düzdür? Guruldamaq, pozulub, gurluq. Bir-birlə eyni köklü olan sözlərin qarşısındakı xana qara olmalıdır. Düzdür? Sənə deyir ki, hansı məqamda bu şərt pozulub. Guruldamaqla gurluq eyni köklü deyil. Düzdür? Deyil. Deməli, olmayan sözün qarşısında ağ olmalıdır. Bura pozulub. Dönüklə döndərmək eyni köklüdür. Dönür. Amma ağ xanada əslində qara olmalıdır. İçində götürürsünüz. Sızmışdır, sızanaq eyni köklü deyil. Qarşısına düz yazılıb. Sıxılan, sıxılan. Sıxdırmaq eyni köklüdür. Qarşısı düzdür. Çıxıntı, çıx. Bu çıxıntı irəli çıxmaq mənasında çıxındır. Amma çıx yerindən çıxmaq mənasındadır. Düzdür? Çıxıntı, çıxıq. Amma çıxığın da başqa mənası var da, düzdür? Biraz çıxıqdır, irəli çıxmaq mənasında düşünmək olar deyə. Bu da eyni köklüdür. Qarşısında xana ağda, amma qara olmalıdır. 5 götürək. 66 A variantı olacaq. Hansı variantda uyğunluq gözlənilib? Ön şəkilçili sözlər eyni köklü yarada bilmir, yarada bilir. Yanlışdır. Bu yanlışdır, qabağına doğru yazılıb. Bütün düzəltmə sözlərin sözün quruluşca növünə təsir edən yalnız bir leksi şəkilçi olur. Bu doğrudur, amma qabağına yanlış yazılıb. Mürəkkəb sözlər ayrıqda düzəltmə söz kimi çıxış edən sözlərin birləşməsinin yarana bilmir. Yanlışdır, amma qabağına doğru yazılıb. Bugünkü köçəri sözlərin quruluşca növü eynidir. Yanlışdır. Qabağında yanlış yazıb, doğru cavabdır. Bu mürəkkəbdir, köçəri düzəltmədir. Qorxut, dalaş, şəkilçi sayılır. Qorxutmaq, dalaşmaq. E-də doğrudur. Eyni deyil, yanlışdır. Qabağına doğru yazılıb. Çünki eynidir axı. Deməli, 68-də baxırıq. Hansı sözlər haqda verilən fikirlər doğrudur? Yazılanlar iki variantlı leksi şəkilçisi yoxdur. Yazılan doğrudur, 4 variantlıdır. Rastlaş, iki leksi şəkilçisi yoxdur. Düzdür, laş bir dənədir. İki leksik və bir qrammatik. Alovla yoxdur, lanmaq. İki leksik səhvdir. Vərəqə, həm sadə, həm düzəltmədir. Belə, bir də vərəqə. Nə vərəqə bu mənada? Azmaz, zər kimi işlənsə, say kimi işlənmir. Say kimi də işlənir. Azmaz adam gəlmişdi. 1, 2, 4, D variantı. Baxırıq 69-cu suala. Cəmiyyətdə hörmətli olmaq üçün həm də gərək ağıllı köməkçilərin olsun və dünyadakı ən günahsız məşğuliyyət fəaliyyətdir cümləsini əsasən uyğunlaşdırın. İlk söz quruluşda düzəltmədir. Cəmiyyət, dünyadakı. Deməli, A ortaqdır. Quruluşda mürəkkəb əsas hissələrin sayı 1-dir. Burada hörmətli olmaq sözü var. Digərində yoxdur. Bu fərqli cəhətdir. B-ni yazaq bura.
Son söz quruluşda sadə deyil. Olsun da sadədir. Köməkçi olmaq mürəkkəb feil deyil burada. Diqqətinizə çatdırım. Olmaq sadədir. Məşğul, fəaliyyət amma düzəltmədir. Fəaliyyət. Ona görə bu fərqli cəhətdir. Ümumiyyətlə 3 düzəltmə söz var. Cəmiyyət düzəltmədir, ağıllı düzəltmədir, köməkçi düzəltmədir. Amma burada dünyadakı düzəltmədir, günahsız düzəltmədir, məşğuliyyət, fəaliyyət düzəltmədir. Deməli, birində 3-dür, birində 4-dür. Ona görə 3 düzəltmə söz var, fərqlidir. Elə 4 düzəltmə söz də var, bu da fərqlidir. 1A, 2B, C, D, E, cavabı C variantı. 70. Hansı sözlər bir-biri ilə eyni köklü ola da bilər, olmaya da bilər. Bağlı, bağçalı. Bu bağlı, bağatlı, bağlı mənasında, meyvəli mənasında düşünə bilərik. Qapısı bağlı mənasında düşünə bilərik, kilidli mənasında. Bir mənada bağça sözünə eyni köklü, bir mənada eyni köklü deyil. Biri götürürük. Qalat, qalansın. Aha. Qalansın. Deməli, ola bilərmi bu variant? Düşünə görək bir. Qala, qalat düzdür. Bir dəfə də qala, qalan, qalansın. Bunu başqaca necə düşünmək olar? Məsələn, bunu saxlayaq. Sönməz, söndürmək. Deməli, sönməzi, sönməz bu cür təhlil edə bilərsiniz. Bir dəfə də feil kimi, inkar olunan feil kimi təhlil edə bilərsiniz. Bu zaman söndürməyin eyni köklü ola da bilər, olmaya da bilər. Sonra. Hə, biri götürmüşdük, 3 də götürdük. Sayğac, sayılı, say, sayğac, say, sayılı. Sayğac, bunlar onsuz da eyni köklüdür, 4-ü çıx. Qorxaq, qorxutmaq. Qorxağı, qorxaq düzəltmə söz kimi düşünə bilərsiniz. Bir də əmr arzu kimi düşünsə sadə olacaq. Ona görə 1, 3, 5-i həm sadə, həm düzəltmə düşünə bilərik. Qalatmaqla qalansını, deməli, qala, qalat, qala, qalansın. Bunlar onsuz düzəltmədir. Cavab olacaq B variantı. Bu qədər yoldaşlar, uğurlar olsun hər birinizə.